Salam, hər vaxtınız xeyir olsun. Hacı salamlayırıq sizi. Aleykümselam ve rahmetullah. İslam dünyası yeni gündəmdədir. Hər il olduğu kimi Məhərrəm əzasına daxil olur və bu günün özünün xüsusi bir mövzusu var, xüsusi bir gündəmi var. Amma inşallah Allah lütf eləyir, əzadar olmaq kimi böyük bir ilahi bir düzənə daxil oluruq inşallah. Allah bizi əzadarlardan qəbul eləsin inşallah. Amin. Hacı, əzadarlıq qeyd eləmişkən, Əhl-Beyt əleyhissalam, Allah dostları bu günlər necə yaşayıblar, necə yaşadıblar ümumiyyətlə? Buyurun Hacı, bu barədə istərdik fikrinizi alaq. Bismillahirrahmanirrahim. Allah'ın salamı olsun əziz Peyğəmbərə və onun pak əhl-i beytinə. Salam olsun Hüseyin cana. Salam olsun onun yara ənsarına. Salam olsun İmam Zaman ağa Əcil Fərəcoğlu'na. Əziz imamdan Əcil Fərəcoğlu'ndan xahiş edirik bizim üçün dua eləsin. Bu əyyamın içində əzadar olmaq ləyaqətimiz olsun. İnşallah. Huzeyl İbni Yasar'dan rəvayət olunur ki, deyir, Həzrət İmam Sadiq əleyhissalam mənə buyurdu, təclisunə və tuhaddithunə. Hiç oturursunuz, hiç bir yerdə məclis qurursunuz, bir yerdə əyləşirsiniz, təclisunə və tuhaddithunə. Bizim barəmizdə söhbətlər edirsiniz. Hüccətullahlar haqqında, Allah vəliləri haqqında, Peyğəmbərin əhl-i beyti haqqında, Babullahlar haqqında, Hüccətullahlar haqqında. Bizim haqqımızda hiç söhbət edirsiniz. Deyir, dedim, sənə fəda olun. Bəli, nəm. İmam Sadiq əleyhissalam buyurdu, həqiqətən mən o məclisləri sevirəm. Əhl-i Beyt əleyhissalam sevir bu məclisləri. Sevir. Aslında bu əzadarlıq məclislərinin sahibi olardı. Sahibi olardı. Olardı sahibi. Biz bəzən dostlarla deyirik, girəndə və çıxanda əzadarlıq məclislərinə biraz ehtiyatlı olaq. Çünki girişdə Həzrəti Zəhra salamullah aleyha qarşılayır. Əhl-i Beyt əleyhissalamın məclisləridir. O məşhur ifadədə, buyuruşu da deyək. Bu şəfahanə Hüseynindir. Təbibi ani baxır. Yəni şəfa yeridir. Şəfa yeridir. Allah'ım sən şahid ol ki, biz xəstəyik, ehtiyaclıyıq, fəqirik, acizik, əlimiz boş. Ya xəbirən bi fəqri və faqət. Əlimiz boş. Bu şəfahanə Hüseynindir. Təbibi ani baxır. Əzadarlıq məclisləri elə belə deyir. Klassika gör nelər deyir. Deyir ki, buradakı təbib ani baxır. Növbəsi yoxdur. Gözləməyə ehtiyac yoxdur. Bu şəfahanə Hüseynindir. Təbibi ani baxır. Doktoru, həkimi qolsuz əbəlfəzdür. Məccani baxır. Əlim boşdur. Mən necə gedim ora? Gəl.
qulsuz Əbəlfəzin doktor olduğu, həkim olduğu bir və məccani sığortaya ehtiyac yoxdur. Sığorta Əbəlfəz ağanın özüdür. Hüseyn aşiqlərinin, Hüseyn əzadarlarının, Əhl-i Beyt sevərlərin sığortası Əbəlfəz ağadır. Sığortamız Əbəlfəz ağayadır. Əlimiz boş, halımız bəlli. O məşhur Əhl-i Sünnənin böyük şairlərindən, alimlərindən və bu şeiri yazan müfəssirlərindən deyir ki, bu qarma-qarışıq dünyada başımı itirmişik, hər yerdə şəkk, şübhə, bir mövzuda aramlıq və sığınacaq tapır adam ki, deyir, Allahın ilahlığı ki, ondan başqa yoxdur və Əhməd və Əlidə. Həzrət Peyğəmbər və Əli əleyhissalamlarda, Allahın salam olsun Peyğəmbəri və onun pak Əhl-i Beytinə. Sonra deyir, oradakı mühüm hissə budur. Deyir, əgər yaxşıların kəndarında olan bir iti adı əbədiləşirsə, Əshab-ı Kəhfin itinin ki, sədaqətlidir, yaxşı insanların bağlılığına görə kəndarda yatıb, onun adı əbədiləşirsə, gör Peyğəmbərin Əhl-i Beytinin sevməyin, aşiq olmağın insana nə kimyası olar, nə təsiri olar, nə adama təsir qoyar, gör nələr eləyər. Ona görə bu çox mühüm mövzudur. İmam Sadiq əleyhissalam deyir, yığışırsınız, bizim mövzularımızı danışırsınız, dedim, həqiqətən, bəli, İmam Sadiq əleyhissalam, həqiqətən mən o məclisləri sevirəm. Elə isə bizim işimizi, yolumuzu, vilayətimizi dirçəldin, yaşadın. Bu məclislər O yolun aparılması. Dirçəldir, diriliyini təmin eləyir. Bəli. Beynabeyindir də. Allah inayətini eləyir. İnsanın da iradəsinə aid. Bu birləşəndə olur gör nə gözəlliyi. Ümmət dirilir. Ümmət oyanır. Ümmət ayılır. Ey Füzeyl, bizim işimizi dirçəldən kəsə Allah rəhmət eləsin. Allah rəhmətini əta eləsin. Ey Füzeyl, hər kəs bizi yad etsə və ya yanında yad edilsək və gözündən milçək qanadı qədər göz yaşı çıxsa, Allah onun günahlarını bağışlayar. Hətta dənizin köpüklərindən çox olsa belə, çox mötəbər bir mənbədə olan və buyuruşdur. Baxın, eşq, o qəlbin halı, o fəqirliliyi duyma, o tövbə haləti, o düzəlmə halı insan da olsa, bu məclislər pak edicidir. İnsan bir halda girər, bu bir halda çıxar. Bəşər qaçır transformasiya dalayacaq, şəxsi inkişaf dalayacaq, hamısı mühümdür, insan inkişaf istəyir. Həqiqi təhəvvül, həqiqi transformasiya, həqiqi qəlbin oyanışı bu əzadarlıq məclislərindədir. Bu ərbəyin səfərindədir. Bu addım-addım, niyə? Çünki Allahın nişanələrinə hörmət olunur. Və qəlb təqvasının bərəkətidir. Allah nəsib eləsin. Əgər bu xüsusda da bir sualınız olsa, buyurun. Teşekkür ederim. Çok geniş, əhatəli mövzu oldu. O hədis bu mövzunun tamamilə yerinə düşdü ki, və bu bir imamlardan gələn bir göstərişdir. Onların mövzusunu danışmaq, insanları çatdırmaq və onların özünün, Əhl-i Beyt əleyhissalam özünün sevdiyi bir mövzudur bu. Bu özü bizim üçün böyük bir ruhiyyədir. Allah bizi o əhldən qərar versin ki, imamın sevdiyi məclislərini təşkil edək və yaxud da ki, orada iştirak edək inşallah. Və bütün dünyaya da nəzər saldıqda biz baxırıq ki, hansı İslamın sivilizasyon olaraq hardakı Hüseyn eşqi diridir,
orada ümmətin diriliyi var. Bax, coğrafiyaya diqqət eləsək. Harda ki bu mövzu, bu opsiya, bu məsələ təəssüflər olsun söndürülür, ya cəhd olunur söndürülər, ya tarixən necə söndürülür, o bərəkətsizlik baş verir. Ona görə bu gün İslam ümmətinin özünün içində bir dənə dünyada bir yağ dedik. Postmodern dönəm bitib, bir dənə ilahi era başlanır. İmam Zaman Ağa Əcil Fərəcəhumun o ahirət zamanın dərk etmə və duyma bir erası. İlahi dəyərləri duyma bir dənə etapı başlanır, mərhələsi başlanır. Hiss eləyir insanlar, İmam Can sənsiz olmur. İslam ümmətinin içində də bu şiddətli şəkildə bugün bir hərəkətlənmə başlanıb ki, bu boyda ali bir din, bu boyda gözəl bir din, bu boyda gözəl məktəb, biz niyə 21-ci əsrdə biz bunu həyati, mənəvi, bütövsəl, hər mənada bərəkətlərini tam mənada meydana çıxmır? Belki algoritmində, belki bünövrəsində, belki sistemin içində bir nələrsə olur. Bugün ciddi araşdırmalı aparılır. Bu özü də bir dənə ciddi bəhsdir ki, iradəsizlik, hər şey artıq həll olubluq və sair viruslar vaxtıkən daxil olunub bu toplumun içinə, ümmətdən kütləyə çevrilir. Amma indi şükür Allaha bu yeni mərhələlərdə bir oyanış baş verməkdədir və ümmətin özündə bütün dünya həddində bir oyanış hiss olunmaqdadır. Allah bizə də bu məktəbdə bəhrə aparmağı, o Hüccətullahın İmam Zaman Ağa Əcil Fərəcəhumun o nurani o missiyasında bilgəliyimizi nəsib eləsin. Allah bizə bəhrə aparma inayət eləsin inşallah. İltimas ediyoruz. Teşekkür ediyoruz. Çok sağ olun. Sağ olun.